Bakıdan gedəndən düz həmçə yüksəkliyə gedirik. Buradan gedirik Gəncəyə, Gəncədə təzədən gedirdik Qazağa, Qazaqdan o Dilizanın peravanlarıyla qalxırdıq Göyçə gölünə. Göyçə gölündən çatırdıq Basar keçənə, oradan gedirdik Daşkəndə. Xəyalımıza gəlmirdik ki, o tərəfdə bir kənd ola bilər. Hansı ki zirvədə idi. Mən həmçə deyirəm, o zirvə dünyanın deyim mərkəzidir. Bəlkə də Allah Taala da elə o zirvədən dünyanı idarə edir. Çünki biz orada doğulmuşuq. Biz hər birimiz Sorca həsrətindən bura toplaşmışıq. O Sorca ki, belə dəyərli oğlanları var. O Sorca ki, qartallar yuvasıdır. Bizim cənab prezidentimiz İlham Əliyev Kəlbəcərdən əlini Göyçə tərəfə biri bölümdən dedi, ora var denizdir, dedi, yox, ora basar keçərdi. Və bizim həmin o kəndimiz Qərbi Azərbaycana giriş qapısıdır. Bizim o kəndimizdən Zəngəzura gedərik, bizim o kəndimizdən Göyçə gedərik. Burada hamı xoşbəxtdir dedim, amma onların içində bir-iki nəfər daha xoşbəxtdir. Onlardan biri Əyyubdur, biri mənəm, Səyyah müəllim, bizim Şahbaz müəllim. Biz getdik o torpaqları ziyarət elədik. O kəndimizdən 3 ay keçirdi. Orada bir pişik dərəzi vardı, bizim evin böyründəydi. Mən Niagara şəlaləsində, Viktoriya gedəndə 3-4 kilometrdən şəlalənin səsi eşidilirdi. Amma mən 450 kilometrdən hər gün o pişik dərəsinin zümzüməsini, şəlaləsini eşidirəm. Bax, həmin Sorcanıyıq biz. Biz oradanıq. Zirvələrdə hay qoparıb, gəz Göyçəni dolan qartaq. Sərt qayadan qıy qoparıb, de unudum dərdi, qəmi, bizim Sorca yerindədir. Sorcalardan keçən zaman, ayaq saxla, dayan bir an, tək mənəm mi o dayanam, mənim üçün aman, zaman, tök gözümü, tök didəmi, bunu Sorcam yerindəmi? Mən Tofiqin dərdi böyük, vətənə çıxmışıq dönük, qəlbdə həsrət, çiyində yük, necə çəkin bu sistəmi? Ulu Göyçəm, ulu Sorcam yerindəmi?